Demək uşaqlar, Arximed qüvvəsinə baxacağıq. Arximed qüvvəsi. Bir də Arximed qanunu. Bunu izah edəcəm. Arximed qüvvəsi, Arximed qanunu. Amma bundan qabaq sizin üçün orada bir dənə sual var idi. Onu saxladıq indiyə ki, nə üçün saxladıq? Onu mən sizə əslində Arximed qüvvəsini daha yaxşı başa düşmək üçün saxlayacağam. Arximed qüvvəsi hardan ortaya çıxır və s. onu görməyimiz üçün bizə lazımdır uşaqlar. Baxın, burada bizim bir dənə cisimimiz var. Deyir ki, burada bir cisimimiz var. Deyir ki, buradan da qüvvə tətbiq olunub, buradan da qüvvə tətbiq olunub, buradan da qüvvə tətbiq olunub, buradan da qüvvə tətbiq olunub. Qüvvə də var, təzyiq də var. İkisi də var orada. Biri qüvvə sualıdır, biri təzyiq sualıdır. Məsələn, bura nə verib bizim üçün? F3, bura F4, bura F1, aşağı F2. Deyir ki, bunların qüvvələrini müqayisə edin. Uşaqlar, qüvvəmiz, F təzyiq qüvvəmiz nə idi? Rho, J, H, S-dir. Baxın, Rho'su eynidir, J'si eynidir, S də eynidir. Ancaq müşahidə eləsəniz, H-ları müxtəlifdir. Necə müxtəlifdir? Bax, F4-ün hündürlüyü H-dırsa, F3-ün də hündürlüyü H-dır. Eynidir də, eyni hündürlükdə göstərib qüvvələri. Onda belə çıxır ki, sağın qüvvəsi solun qüvvəsinə nədir? Bərabər. Ona görə də sağdan da maye itələyir, soldan da itələyir. Cisim nə sağa getmir, nə sola getmir. Hara doğru çıxır? Yuxarı və ya aşağı. Bən niyə yuxarı gedir? Ona görə də biz yaza bilərik ki, bizim üçün F4 bərabərdir F3-ə. Bunlar bir-birinə bərabərdir. Gəlirik F2 ilə F1-i müqayisə etməyə. Baxın uşaqlar, F1-in hündürlüyü buradan buradır, H1. F2-nin də hündürlüyü bax buradan buradır. Nədir? H2. Hansı böyükdür? Çünki onun təzyiq qüvvəsi hündürlükdən çox olduğu üçün ondan böyükdür. Aydındır? Başa düşürük? Əvəzləyici necə tapacağıq? İndi mən gətirdiyim, bu cismi bura. Bax, mən bu cismi gətirmişəm bura. Aşağıdan F2 təsir edir, yuxarıdan F1 təsir edir. Əvəzləyici necə tapırdıq əks olanda? Çıxmırdıq, böyükdən kiçik çıxırıq. Hansı böyükdür? Bax, F2 böyük olduğu üçün, F2 tərəf böyük olduğu üçün, bu cismi hara doğru itələyəcək? Yuxarı. Yəni, bizim əvəzləyicimiz yuxarı yönələcək. Həmən bu əvəzləyicimiz yuxarı yönəlmir. Həmən o əvəzləyici qüvvəmiz var, Arximed qüvvəsini verəcək bizə. Yəni, cismi mayenin üzünə çıxardan, mayenin səthinə çıxardan qüvvədir. Aydındır? Bu birinci hal. İkincisi, uşaqlar, yaxşı, mən sizə belə ikinci bir sual versəm, dərinlik məsələsinə görə. Buradakı hündürlüklə, buradakı hündürlükləri müqayisə edək. Yəni, görək, burada cismə təsir edən Arximed qüvvəsi ilə burada cismə təsir edən Arximed qüvvəsi arasında bir fərq varmı? Baxaq. Məsələn, buradakı yenə də onsuz da F1-dir, aşağıdakı yenə F2-dir. Yenə buradakı F1-dir, təzyiq qüvvəsi də mayenin təzyiq qüvvəsidir. Hər tərəflərə baxdıq, yuxarı aşağı qaldı da. Yanlara baxdıq, yuxarı aşağı. İndi müşahidə edin uşaqlar. Baxın, buradakı hündürlüyümüz H1, aşağıdakı hündürlüyümüz buradan bura nədir? H2. H2 çıx H1 fərqi eynidir. Eynidir. H2-dən H1-i çıxsam, məsələn, tutaq ki, H2-miz olsun 20, H1-imiz olsun məsələn 10, çıxanda nə eləyəcək? 10. İndi bura fikir verin. Uşaqlar. Bax, buradakı hündürlüyümüz olsun məsələn, deyirəm ki, 70. Bunun altındakı hündürlüyümüz olacaq neçə? 80. Bu fərqə baxacaq. Fərq eynidir. Onda belə çıxır ki, yuxarıdan ki, qüvvə artacaq. Məsələn, tutaq ki, aşağıki qüvvəmiz artdı, aşağıki yuxarıdan çoxdur. Dərinə saldıqsan, bu artdığı kimi bu da artacaq da. Çıxdığımız zaman əvəzləyici dəyişməyəcək ki.
dəyişməyəcək. Onda belə çıxır ki, cisim suya batarsa, suya batdısa, dərinliyə nə qədər gedirsə getsin, Arximet qüvvəsi dəyişməyəcək. Ona görə də indidən sualın birini yadda saxlayırsınız ki, Arximet qüvvəsi dərinlikdən asılı deyil. Səbəbini də başa düşdük. Nə üçün belədir? Lap yaxşı. Bu hissəsi belə. Keçək, başlayaq Arximet qüvvəmizdən danışmağa. Qoy bir dənə mən bunu kəsin buradan çıxarım. Bizə maneəçilik törətməsin. Nə oldu? Bu niyə belə şey elədi? Ha, belə. Necə? Kazandı değil ona vesile. Başa düşmədimi? Kazandı değil ona vesile. Silmirəm, əzizim. Köçürdürəm. Köçürdürəm. Ehtiyac yoxdur. Bu qədər aşağı eləsək bəsdir. O sizə sonra lazım olacaq da. Biz gələk Arximet qüvvəsi. Arximet qüvvəsi nədir uşaqlar? Bildiniz. Yəni cisimləri suya saldığımız zaman suyun üzünə çıxardan qüvvədir. Tək suda mı təsir edir Arximet qüvvəsi? Xeyr. Havada da Arximet qüvvəsi təsir edir. Havada da Arximet var, suda da Arximet qüvvəsi var. Uşaqlar deyirik ki, məsələn, bir cismi suyun içərisinə daxil edirik. Buna ağırlıq qüvvəsi aşağı yönəlir, mg'si. Amma baxırıq ki, cismi suyun içərisindən çıxardanda daha rahat çıxarırıq. Suyun içərisindən. Sudan çıxardıq. Suyun dibindən suyun üzünə kimi cisim rahat gəlir. Suyun dibindən suyun üzünə kimi cisim rahat gəlir. Amma sudan çıxardanda cisim çətinləşir, çıxarışı ağırlaşır. Müqavimət təsir edir. Aydındır, hərəkətin əksini. Amma onun ilə belə Arximet qüvvəsi çox böyükdür. Arximet qüvvəsi cismi yuxarı qaldırmaq istəyən, yəni kənarlarına yuxarı qaldıran qüvvədir uşaqlar Arximet qüvvəsi. Cismi yuxarı qaldır. Altdan yuxarı cisimə təkan verir və cismi yuxarı qaldır. Aydındır. O cisin altında olan bir də ağır cisim var. Məsələn, bir insan dartıb çıxarır, çox rahat suyun üzünə kimi çıxarır, amma suyun üzündə onu çıxarda bilmir. Məsələn, batan adam üçün bir adam düşür, o batan adamı tutur əlindən qaldırır yuxarı, amma yerə uzanan bir adamı biz belə yerindən qaldıra bilərik tək belə yuxarı. Qaldıram 2 nəfər, 3 nəfər ancaq qaldırır yuxarı, amma suyun içində niyə rahat qaldıra bilir? Məsələn, çünki suyun altında ona böyük bir qüvvə təsir edir. Onu yuxarı qaldırmaq üçün bir qüvvə təsir edir. Həmən qüvvə məhz Arximet qüvvəsidir. Bəs havada necədir? Məsələn, helium şarı götürək. Bunu havaya kim qaldırır? Nətər qalxır uşaqlar helium qaldırır? Özü qalxır. Havada yüngüldür. Hə? Yüngüldür, amma qaldırıcı qüvvə var da yuxarı. Aydın tələyici qüvvə var da. Ağırlıq hara dartır? Aşağı. Onu yuxarı bəs nə qaldırır? Onun da qaldırıcı bir qüvvə var. O qüvvə məsələn Arximet qüvvəsi. Məsələn deyirik ki, burada məsələn ocaq yandırmışıq, bunun tüstüsü məsələn yuxarı qalxır. Hə, düzdür. Məsələn, yuxarı qalxan da şey var. Elə bir hər şey aşağı düşür, amma yuxarı qalxan bir şeylər də var. Məsələn deyirik ki, hava balonları var, belə hava şarları deyirlər, uşaqlar. Bu yuxarı necə qalxır? Nə formada qalxır? Bu qaldırıcı qüvvə hansıdır? Uşaqlar, əlbəttə ki, bunun içində helium qazı tutaq ki, helium var. Məsələn, helium qazı var, kənarda hava. Helium qazının sıxlığı, helium qazının sıxlığı havanın sıxlığından kiçik olduğu üçün hava sıxışdırır, bunu hara qaldırır? Həmən qüvvədir Arximet qüvvəsi. Tüstü nədir? Tüstü isti havadır. İsti hava kütləsi, temperatur artan kimi başlayır cisimlərin, ümumiyyətlə molekullarını görəcəksiniz də, hərəkət sürəti artır və genişlənməyə başlayır cisimlər. İsti hava sıxlıqca azalır, həcmi genişləndiyi üçün. Məsələn, deyirik ki, otaqda yuxarıda mı isti olur, yoxsa aşağıda mı isti çox olur? Səbəb nədir? Xeyr, çünki isti havanın sıxlığı azdır, soyuq havanın sıxlığı çoxdur, sıxışdırır, hara qaldırır isti havanı? Soyuq hava hara düşür? Aşağı. Aydındır? Ona görə də ikinci mərtəbə, Krafotkaska yuxarıda.
İkinci mərtəbənisən. Ona görə mən bura nə yaza bilərəm uşaqlar? Rho isti hava, kənarlar isə nədir uşaqlar? Rho soyuq hava. Aydındır? İsti havanı sıxışdırır, neyini? Yuxarı qalır. Biz məsələn hava balonu, burada bilirsiniz ki, qaz balonu kimi bir şey olur uşaqlar. Burada şam var, şamdan yanacaq çıxır və bunun içərisində nə doldurur? Qaz. İsti hava kütləsi. Aydındır? İsti hava kütləsi dolur. İsti hava kütləsi dolur. Bu isti hava kütləsi dolduğu üçün bunun içinin sıxlığı azalır. Kənardakı havanın sıxlığı həcm artdığı üçün sıxlıq nə etməlidir? Yadınıza gəlir uşaqlar, rho bərabər idi, m bölünsün v. Aydındır? Onda belə çıxır ki, bunun sıxlığı avtomatik olaraq bu rho yenə isti hava, kənar isə nədir? Rho soyuq hava. Sıxlığı artır uşaqlar. Yəni soyuq hava sıxlığı azalır isti havanın, soyuq havanın sıxlığı onsuz onda isti havadan çox olduğu üçün sıxışdırıb bu cismi hara qaldırır? Yuxarı. Yeni zad yaxınlaşır. Bəlkə şey uçurursunuz, belə şamda qoyursunuz. Nə bilim nə. İsmailin niyyətindən niyyət edib göndərirsiniz, yollayırsınız. Bu adamlardan buraxırsınız. Hə. Baxaq uşaqlar orada niyə biz orada nəyə gözləyirik? Məsələn, siftə qalxmır. Fikir vermisiniz, yuxarı eləyirsiniz, qalxmır. Balaca elə bir ki, bunun qabağında boş yer var da. Gəl də bura, nə axtarsan, nə orada? Qotoyalım, bir imkan verdən otursun da, sən Allah kömək olsun, yəni. Elə bil ki, əvvəla o niyyət edib göndərəcəyiz o şamın yandırırsınız, amma qalxmır havaya. Səbəb, çünki bir müddət gözləyirsən ki, onun içinə nə də olsun? İsti hava kütləsi də olsun və sonra onu neynəsin? Yuxarıya qaldırsın. Aydındır? Deyir, qalxmır, niyyət. Hə, yəni baxmaq lazımdır elə. Yəni sənin bu stolun yaxşı yerində tutmur, o ola bilər, ondan var ya, bilmək olmur. Görək. Bir, ikincisi, uşaqlar, bəzən deyir ki, bax bu kənardakı hava kütləsi var ha. Bu kənarın hava kütləsini isitsək nə baş verər? Kənarın hava kütləsini isitsək, onda bu kənarda soyuq hava isinir axı. Bunun yenə sıxlığı azalacaq. Həcmi nə edir? Artır, sıxlıq azalır. Onda bunu yuxarı qaldıran qüvvə azalacaq. Aydındır? Təsəvvür edə bildin, bilmirəm necə oldu. Yəni bax o hissələrə diqqət yetirin. Kənarı isitmək də var, içərisini isitmək də var. Yaxşı, gələk danışa-danışa gəl. Bu Arximed qüvvəsinin mən bir düsturu yoxdur, ona baxaq uşaqlar. Arximed qüvvəsi F Arximed bərabərdir. Rho maye, bu rhoya da oxşadı, başqa şeyə də oxşadı. Rho maye, bu rho hava da ola bilər. J və batan. Və ya rho maye, J və cisim. Və batan və cisim nədir uşaqlar? Baxın. Belə bura bir cisim çəkmişəm. Bax, cisim birinci əvvəl suyun içində belə qoymuş oluram. Sonra bu cisim suyun içərisinə daxil etmiş oluram. Həmən cisim. Baxın, Arximed qüvvəsi bu batan hissədən asılıdır. Buna görə buna V batan deyirlər. Yəni nə qədər batıb ondan asılıdır. Burası tam batdısa, biz buna nə deyə bilərik? V cisim deyə bilərik. Amma batmayıbsa hansı hissəsindən asılı olur həmişə? Batan hissəsindən. Aydındır? Rho maye J V batan, rho maye J V cisim. V cisimimizlə bilirik ki, M cisim bölünsün rho cisim kimi də yaza bilərik. Cismin sıxlığı həcmi, onun kütləsi bölürük sıxlığına da. Onda mən bir balaca da qruplaşdırsam, necə yazaram? Yazaram ki, rho maye bölünsün, rho cisim məxrəcdədir, vurulsun, M cisim J. Yaza bilərəm, problem yoxdur ki. Və yaxud da ki, rho maye bölünsün, rho cisim vurulsun, bu da çəkidir. Havadakı çəkisi də deyə bilərik, P0 vakuumdakı çəkisi də deyə bilərik. Hə, mən bu Arximed qüvvəsinin düsturu nə çox oldu? Xeyr, Arximed qüvvəsi yazdığın düstur əslində bu bir dənədən çıxır hamısı. Özünüz rahat tapa bilirsiniz. Unutmayın uşaqlar, ən çox istifadə etdiyimiz düstur ya budur, ya da ki, bax bu düsturda, rho maye bölünsün, rho cisim vurulsun MG. Çox istifadə edirsiniz. Ona görə də elə elmlə rahat bir şəkildə bilməyimiz lazımdır ki, Arximed qüvvəsinin düsturu, rho maye bölünsün, rho cisim vurulsun MG şəklində olmalıdır. Başa düşdükmü? Nərimin problemi yoxdur ki? Lap əla. İndi bizə müxtəlif hallar soruşa bilər. Yenə də
gəlirik rəhmətli Newtonun. Bəli var. Məsələn, qulaq asın. Bax, məsələn, tutaq ki, indi mən belə bir şey çəkim uşaqlar. Burada bir cisim, mayenin içərisində bir cisim var. Cismə əvvəlcə həmən dəqiqə qüvvələri təyin edirsiniz. Görün hansılar verilib. Ağırlıq verilib aşağı, Arximet hara yönəlir uşaqlar? Yuxarı. 1. Deyir ki, cisim düz xətli bərabər sürətlə ya yuxarı qalxır, ya da hara düşür? Aşağı düşür. Onda F Arximet bərabər olmalıdır nəyə? mg-yə. Bunu bilirsiniz. Aydındır. Yəni, bərabər sürətli olması üçün əvəzləyici olacaq 0. Yuxarı aşağı qüvvələr bərabər. Və yaxud Subhan deyir ki, müəllim, işin içində müqavimət də ola bilər. Cisim aşağı düşürsə, müqavimət yuxarı yönələcək. Cisim yuxarı qalxarsa, müqavimət aşağı bilirik ki, həmişə hərəkətin əksinə yönəlir də. O zaman müqavimət qüvvəsini də biz yuxarı və ya aşağı olanda bərabər edəcəyik. Yəni, cəminə bərabər edəcəyik. Orada bir sıxıntı yoxdur. 2. Deyirəm ki, cisim A təcili ilə yuxarı qalxır. Newton ikinci qanunu necə yazırdıq? MA nəyə bərabər idi? Əvəzləyicini necə tapırıq? Əvəzləyicini. Əks olanda əvəzləyicini necə tapırıq? Hansının arxasını çıxacaq? Cisim hara doğru gedir? Onda yuxarıdan nəyə çıxmalıyam? Cisim A təcili yuxarı qalxır da. Onda yuxarıdan aşağını çıxım. Yazıram ki, F Arximet çıxılsın. Nə yazmışam bura? Cisim A təcili hara gedir? Onda demək yuxarı böyük yuxarı gedir də. Cisim A təcili aşağı getsə? Onda, baxın bu formada. Onda mən nə yaza bilərəm uşaqlar? Fikir verin. MA bərabər F Arximet çıxır. F Arximetin üstünə nə yazmışıq? Baxın. Rho maye bölünsün. Rho cisim vur mg çıx mg. Düzdür. Problem yoxdur ki. Burada da m var. Burada da m var. Burada da m var. Getdi mi? Yalnız nə qaldı? Fikir verin. A bərabərdir. J ilə mörtəzə xaricinə çıxarsam qaldı. Rho maye bölünsün. Rho cisim çıxılsın 1. Nə vaxtı bu olacaq uşaqlar? A təcili ilə hara getdikdə? Yuxarı getdikdə. Nuray çətinlik yoxdur ki. Nəsə bu qarandıq qalsın, Nərmin soruş. Problem yoxdur ki. İndi deyirəm ki, Nərmin, üçüncüsünü sən mənə de görüm. Cisim A təcili ilə aşağı gedir. Necə yazacağım? MA bərabərdir mg-dən. mg çıxılsın F Arximet. Düzdür. Onda mg çıxılsın F Arximetin yerinə rho maye bölünsün. Rho cisim Üstü gəlsin mg. vur mg. Düzdür. Onda yenə emlərimiz geçsin. Nə qalır? Baxaq. A bərabər. Yenə J-ni mörtəzə xaricinə çıxardım. Bu dəfə 1 çıxılsın. Rho maye bölünsün. Rho cisim. Bax, siz bu düsturlardan o qədər istifadə edəcəksiniz ki, ona görə də bu düsturları sağlam bilməyiz lazım. Əzbərə ehtiyac yoxdur, özünüz çıxart. Həmişə özünüz çıxardın. Yəni, bir şey əzbərləyəcəksinizsə, o qısa müddətli yaddan çıxacaq. Nəyə ehtiyac var? Özünüz bunu öyrənin rahat şəkildə çıxartmağı və onda da çətinliyiniz olmayacaq. Bura aid bir sıxıntımız yoxdur. Bitdi bu demək. Bu hissəsində elə bir sıxıntımız yoxsa bura yekunlaşdıra bilərik. İndi orada məsələlər üzərində girişlər var. Onlara birlikdə baxarıq. O problem yoxdur. İndi Arximet qanununa baxaq. Arximet qanunu. Yəni bir qab götürürük. Bunun içərisinə maye töksək. Bunun içərisinə maye töksək. Belə bir qabımız bu formada yaxın. Bizim havada bir cisimimiz olsun. Havada bir cisimimiz olsun. Çəkisi də olsun P0. Havada bir cisimimiz var. Mən bu cisimi suyun içinə daxil etsəm, su qalxacaq yuxarı, çıxıb töküləcək hardan? Burada. Bax, bura mən bir qab qoysam. Çıxıb töküləcək bunun içinə. Töküləcək. Düzdür. Çıxıb bunun içinə töküləcək. Bilirsiniz nə qədər su sıxışdırıb çıxardacaq?
həcmi qədər. Neyi hesab Bu cismin həcmi qədər və yaxud da ki, sıxışdırıb çıxartdığı suyun çəkisi Arximed qüvvəsi qədər suyu sıxışdırıb nə edəcək? Çıxaracaq. Onda belə çıxır ki, mən bu cismi suyun içərisinə salsam, bu cisim suyun içərisinə girsə, uşaqlar, bura gəlmiş olsa, sudakı çəkimiz olacaq nə? P. Azalacaq yoxsa azalmayacaq? Hə? Və ya Arximed təsir edir ki, əlbəttə azalacaq. Onu çeyrək sıxışdırıb su çıxardacaq. Uşaqlar, nə qədər su çıxartdı, öz həcmi qədər və yaxud da ki, Arximed qüvvəsi qədər. Aydındır, burada çıxan suyu çəkisi Arximed qüvvəsinə bərabərdir. Bax, Arximed qanunu nə deyir? Deyir ki, cismin havadakı çəkisi, buna vakuumdakı çəki də deyirlər. Və yaxud da ki, vakuumdakı çəkisi. Onun deyir, sudakı çəkisindən P0-dan, yox, P-dən Arximed qüvvəsi qədər çox olacaq. Məsələn, bura 30 Newtondursa, bu daxil etdiyimiz zaman bura 17 Newton olubsa, nə qədər su sıxışdırıb çıxardılmış? Yəni, 13 Newton qədər, yəni Arximed qüvvəsi qədər suyu sıxışdırıb nə edib? Çıxardı. Aydın olur. Bax, bu qanunlar o qədər istifadə edəcəyik ki, biz o qədər istifadə edəcəyik ki, bu cismin havadakı, bu sudakı və sudakıdır çəkisi. Bu da Arximed qüvvəsi qədər suyu sıxışdırır, məhz çıxardır. Aydındır, Arximed qüvvəsi qədər suyu sıxışdıracaq və avtomatik olaraq kənara çıxaracaq və yaxud da ki, yuxarı qaldıracaq. Ağzı bağlıdır, sıxışdırıb çıxartmayacaq, amma yuxarı qalxacaq. Çayızın içinə qənd qoyursunuz, görürsünüz, yavaş-yavaş yuxarı qalxır. Şəkər tökürsünüz, yavaş-yavaş yuxarı qalxır. Nə qədər qaldırır? Arximed qüvvəsi qədər və yaxud da ki, məhz öz həcmi qədər su sıxışdırıb çıxardır. Öz həcmi qədər su sıxışdırıb çıxardır. Buraya bir problemimiz, buraya deyəcəyiniz, əlavəniz varmı? Problem yoxdur ki, lap yaxşı. Gözəl olar ki, Arximed qüvvəsinin suallarına da bu şəkildə baxaq sizinlə bərabər uşaqlar. Cisimlərin üzmə şərti. Üzmə şərti. Nədir uşaqlar üzmə şərti deyəndə nəyi nəzərdə tuturuq? Baxın, tutaq ki, bir cisimimiz var. Cisim suyun dibində batıb, gəlib düşüb. Bayaqlar bir şey unutdum mən sizə deməyə, elə fürsətkən onda demiş olum. Fürsətkən onda demiş olum uşaqlar sizə. Onda belə çıxır ki, Elmira, bir cisim, məsələn, bura bir cisim qoymuşuq da, məsələn, 25 kiloqramlıq bir cisim var. Yerə nə qədər təzyiq göstərir? 250 Newton, düzdür? Bunun reaksiyası nə qədər olacaq? O da 250 Newton olacaq da, hə? Bunu biz mayenin içərisinə daxil etdiyimiz zaman, mayenin içərisinə daxil edirik. Həmən o cismi. Gətirib mayenin içərisinə daxil etsək. Onun çəkisi o qədər mi olacaq? Xeyr. Arximed qüvvəsi onu yuxarı qaldırır. Nə qədər azalacaq bilirsiniz? Arximed qüvvəsi qədər azalacaq. Onda fikir verin, bu cisim ağırlıq qüvvəsi yenə bax 250 olaraq aşağıda artacaq. Ağırlıq qüvvəsi. Bunu tutaq ki, deyirəm, F Arximedi olacaq məsələn 100 Newton. Aydındır. Çıxacaq nə qədər qalacaq? Onda belə çıxır ki, bu cismin aşağı göstərdiyi təzyiq qüvvəsi neçə Newton olacaq? 100, kütləsi dəyişmir də, emişi dəyişməz. 150 Newton. Aşağı burası az təsir göstərir. Kütlə dəyişən ağırlıq qüvvəsi nə dəyişir ki? 150 Newton təzyiq olacaq. Onda bu reaksiyası da nə qədər olacaq uşaqlar? Məhz 150 Newton. Aydındır. Bax, diqqət yetirin həmişə ki, cisim havadakı reaksiya qüvvəsi ilə, təzyiq qüvvəsi ilə suyun içindəki eyni deyil uşaqlar. Yəni, cisim suyun içində salanda o yüngülləşdiyi üçün yerə təsiri az olur. Aydındır. Görmürsünüz, bilməm, televizorda zətdə görmüş olarsınız da, yəni suyun içinə düşürsən, suyun içindən suyun üzünə çıxmaq da çox rahat. Elə tutaq ki, əlini belə tutur, elə bir yüngül təkan verir, neçə metr hündürlüyə qalxır. Mən yerindən təkan yox, yerindən nə qədər hoppansam da 1 metr hündürlüyə qalxanmaram.
Amma adam yüngül suyun içində təkan verdiyi zaman 3-4 metr suyun üzünə kimi elə baxsan qalxır, sonra yüngül hərəkət edir, qalxır suyun üzünə. Aydındır? Yəni demək ki, uşaqlar orada ona təsir edən Arximed qüvvəsi çox böyükdür. Yaxşı, cismin üzmə şərtində bax bura yazıram ki, bu cisim suyun dibində batıb. Nə zaman cisim suda batar? Sıx olanda. Sıxlığı çox olanda. Aydındır? Rho cisim böyük olanda Rho mayedən cisim suda nə edəcək? Batacaq. Ona görə deyirəm ki, F ağırlıq böyükdür F Arximeddən. Aydındır? Deyirəm ki, cisim suyun ortasında üzür. Və ya bu hissəsində içində üzür deyirik də. Necə? Sıx. Yəni dibə dəymir. Ona belə deyirik ki, Rho cisim bərabərdir nəyə? İçində üzürsə, Rho cisim Rho mayeyə bərabər olmalıdır. O zaman F ağırlıq F Arximedə nə olmalıdır uşaqlar? Ki, əvəzləyici 0 olsun. Ona görə F ağırlığımız nə idi uşaqlar? mg deyildimi? mg bərabərdir Rho maye J V batan. M'in də yerinə Rho cisim V cisim J bərabərdir Rho maye J V batan. J'lərimiz ixtisar getsə nə qalır uşaqlar? Rho cisim bölünsün Rho maye bərabərdir V batan bölünsün V cisim. Buradan da mən hansı hissəsinin batdığını tapa bilərəm. Bu düsturdan tez-tez istifadə edəcəksiniz uşaqlar. Bunu yaddan çıxartmayın. Batan hissənin həcminin düsturu bax buradan tapılır. Lap yaxşı. Axırıncıdır. Bilirəm yorulmusunuz. Sonuncudur uşaqlar. Deyəsiniz ki, mən bunu niyə bu qədər çəkdim bu boyda? Deyirəm ki, burada bir cisim var. Burada bir cisim var. Qulaq as. Bu Rho cisimdir. Kiçikdir Rho mayedən. Bu hara doğru qalxacaq? Suyun üzünə doğru gedəcəkmi? Hara qalxacaq? Bu halda F Arximed böyük olacaq F ağırlıqdan. Razısınız? Bunu hara qaldıracaq? Aşağı düşmür, yuxarı qaldırıb deyirik. Siz deyirsiniz ki, içindən yuxarı qalır. O üstə durmalı deyil. Məcbur topu sal suyun içinə. Salanmazsan top. Sən yuxarıdan baxın. Niyəsə taxta parçasını götür sal suyun altından bura hara qalxacaq? Başa düşürsən? Nə fərqi var? Özünü qaldır. Balaca topu sal suyun içinə əlindən sonra buraxasan hara qalxacaq? Etməmişik. Yəni elə bir şeydən danışırıq da. Yaxşı. Bu hara qalxacaq uşaqlar? Bax, çıxacaq suyun üzünə. Çıxacaq suyun nəyinə? Üzünə. Baxın uşaqlar, suyun üzünə çıxacaq. Bu dəyişməyəcək. Bu olduğu kimi qalacaq. Amma suyun üzünə çıxanda deyirik ki, F Arximed bərabərdir F ağırlıq olacaq. Niyə? Sıxlıqlarla bərabər. Sıxlıqlar dəyişmir. Sıxlıq dəyişməz ki, cismin sıxlığı dəyişərmi yəni? Mayenin sıxlığı artmadı, cismin sıxlığı azalmadı. Niyə bərabər oldu? Batan hissəsi var. Batan hissəsi var. Bəli, batan hissənin həcmi azaldı. Arximed bəyək çox idi axı. Azaldı. Gəldi tarazlıqda. Nə vaxt tarazlıqda dura bilər bilirsinizmi? Ağırlıq Arximedə bərabər olduqda. Aydındır. Tutaq ki, əvvəlcə bu 100 idi. Böyüdü, F ağırlığımız 50 idi. Belə qəbul edək. Suyun üzünə çıxanda batan hissənin həcmi yarıya kimi azaldı. Arximed da yarıya kimi azalacaq. Düşəcək 50-yə. Ağırlıq da dəyişmədiyi üçün bərabər olacaq. Bu da olacaq məsələn 50, bu da olacaq məsələn 50. Təsəvvür edə bildik? Yaxşı. Ona görə də unutmayın Elmira, cisim suyun içində üzsün və ya üzündə üzsün. Ağırlıq Arximedə bərabərdir. İstəyir içində üzsün, istəyir üzündə üzsün. Həmişə. Ona görə də Arximedi qurcalamağınıza ehtiyac yoxdur. Ağırlığı tapın, Arximedi tapacaqsınız. Ağırlıq tapmaq rahat baxayım bir şeydir. Ağırlığı tapın, Arximedi rahat tapacaqsınız. Bu qədər.
Köçürə bilərsiniz.